Salam rəyamlak Abşeron kalan izləyicilər. Abşeron rayon Masazır qəsəbəsində əziz müştərim, bu günlər sizə elə bir villa göstərəcək ki, yəni bu villadan Masazırda, yəni barmaq saydı çox azdır. İndi biz hal-hazırda evimizin həyətində 2 mərtəbəli villadır. 6 sotun içərisindədir. Bağı, bağçası, həyətində nafesi, birbaşa həyətinə nafesindən, çöldən nafesindən girirsən. Həm zimn üçün istifadə elə, həm letin üçün istifadə elə. 8 daş kürsündədir. Mən sizə bağını göstərəm. Bağlı, bağçalı, meyvəli. Maşallah olsun. Yəni bu evə söz yoxdur. Çox mükəmməl evdir. Qoşa kubiklə tikilib. Göründüyü kimi həyəti çox genişdir. Dörd bir yanı açıqdır. İnşallah indi birazdan sizə evimizin içərisini göstərəcək. Ətraf tam yaşayışlıdır. Evimizin sənədləri tam qaydasındadır. Qubça var. Qubça hal-hazırda əlimizdə evində qubçası var. Torpağında qubçası var. Evin sağ tərəfində gördüyünüz letini mətbəxdir. İndi biz daxil olacaq evin içərisinə. Ətraf tam yaşayışlıdır. Evimizin suyu, işığı, qazı, mərkəzləşmiş kanalizasiya sistemi hamısı var. Evimizin polu, palıd, parketdir, 2 mərtəbəlidir, 6 otaqdır. 6 otaqdır, deməli 350 kvadrat metrdir. İndi biz başlayırıq. Evimizin qonaq otağından bir evimizin qonaq otağıdır. Əziz müştəri, həqiqətən evimiz çox mükəmməl evdir. Yəni bu evə nəsə demək günahdır. Yəni yüksək səviyyədə bəzədilib, əşyalarımız da qalacaq. Qonaq otağımız. İndi isə keçirik sanitar qovşağına. Bu sanitar qovşaq, maşallah olsun, sanitar qovşağımız 20 kvadrat metr var. Yeri isti poldur. Bütün kombi sistemi tam işdə vəziyyətindədir. Birinci mərtəbədə bu bir yataq otağımızdır. Birinci mərtəbədə bir sanitar qovşağımız var. Bir yataq otağımız, bir dənə də qonaq otağımız, bir dənə də mətbəximiz var. İndi keçirəm mətbəximizə. Bu da mətbəximizdir. Yaxınlığında məktəb, bağça fəaliyyət göstərir. İndi isə biz qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə də 3 dənə yataq otağı, bir dənə qonaq otağımız var. Və bir dənə də balkonumuz var. Bəh, maşallah olsun, evin gözəlliyinə bax. Qonaq otağımız, qonaq otağından bu bir yataq otağıdır. Bu yataq otağı uşaqlar üçün nəzərdə tutulub. 3 dənə yataq otağımız ikinci mərtəbədədir. İkinci yataq otağımız və üçüncü yataq otağımız. Maşallah olsun, otaqlarımız da hamısı bir-birindən gözəl. Buradan da açıq balkonumuz var. Açıq balkonumuz var. Kanalımıza abunə olun ki, növbəti mənzillərimizi, evlərimizi görə biləsiniz. Sağ olun.